Salam. Sertifikasiya üçün verilmiş fizikadan test tapşırıqları nümunələrindən 21-ci testimizdə qalmışdıq. Verilmiş kütləli ideal qazın təzyiqinin temperaturdan asılılıq qrafiki təsvir olunmuşdur. AB və BC proseslərində qazın həcmi necə dəyişər? Baxırıq birinci AB hissəsində izobar prosesdir. P bərabərdir konstant. Qrafik hansı oxa perpendikulyar durursa, o zaman həmin cəmiyyət sabitdir. İzobar prosesdir. Temperatur artır. Temperatur artırsa biz qaz qanunlarından bilirik ki, izobar prosesdə temperaturla həcm düz mütənasibdir. T2 böl T1 bərabərdir V2 böl V1. İdeal qazın hal tənliyinə görə PV bərabərdir nöe T düsturundan. Deməli, burada birinci AB hissəsində həcm artır, V artır, temperatur artdığına görə. İkinci hissəyə baxırıq, BC hissəsində PT-dən düz mütənasib asılıdır, həcm sabitdir. Deməli, V konstantdır, yəni izoxor prosesdir. Deməli, AB hissəsində həcm artar, BC hissəsində dəyişməz. Artar, dəyişməz, cavabımız olar A variantı. 22-ci test tapşırığımıza baxaq. Verilmiş kütləli ideal qaz üzərində aparılmış 1, 2, 3 prosesləri təsvir olunmuşdur. 1-2 prosesində qazın daxil enerjisi 20 kilojoule artarsa, baxırıq indi 1-2 prosesində izoxordur, həcm sabitdir. Onda delta U bərabərdir 2-də 3, delta P həcm dəyişir, təzyiq artır, həcm isə sabit qalır, dəyişmir. Onda 2-də 3, delta PV yazarıq, bərabərdir 2-də 3. Delta P'nin yerinə 3P0'dan P0'ı çıxarıq, olar 2P0, həcmimiz də V0. Bu deliyər 2'lər ixtisar gedər, 3P0, V0. Deməli, bu hasilimiz 20 kilojoule'dur, bərabərdir 20'yə. İndi 2-3 prosesi üçün yazaq. Delta U bərabərdir. Baxırıq 2-3 prosesində təzyiq sabitdir. Deməli, izobar prosesdir. 2-də 3. P həcmi isə artır. Onda P delta V yazarıq. 2-də 3. P'miz 3P0. Həcmimiz də 4V0'dan V0'ı çıxarıq. Eləyər 3V0. Bərabərdir. Olar burada 27 böl 2 P0 V0. İndi baxırıq 3 P0 V0'ımız 20'dirsə, onda P0 V0'ımız buradan olar. P0 V0 bərabərdir 20 böl 3. Gətirib burada yerinə yazsaq, 27 böl 2 vurulsun 20 böl 3. Burada 3 ilə 27'miz ixtisar gedər, qalar burada 9. 2 ilə də 20'miz ixtisar gedər, qalar 10. 9 vur 10 eləyər 90. Kilojoule idi, cavabımız da kilojoule. Cavabımız olar Y variantı. Mayenin qaynama temperaturu necə artırmaq olar? Mayenin qaynama temperaturu mayenin növündən və üzərinə düşən xarici təzyiqdən asılıdır. Baxırıq, kütləsini artırmaqla, azaltmaqla olmaz. Maye səthindəki xarici təzyiq artırmaqla olar, azaltmaqla qaynama temperaturunu aşağı salmaq olar. Bizdən temperatur artırmaq üçün lazımdır. Mayenin açıq səthini artırmaqla, mayenin açıq səthi daha geniş səthlə əvəz olunsa, onda buxarlanmanın sürəti artar. 24-cü test tapşırığımıza baxaq. Uzunluğu 2 metr, en kəsik sayısı 2 cm kvadrat olan polad məftildən 500 kiloqram kütləli yük asılmışdır. Məftilin mütləq uzanmasını hesablayın. Uzunluğu 2 metrdir, yazarıq L0 bərabərdir 2 metr, en kəsik sayısı S bərabərdir 2 santimetrin kvadrat, onu da metrə çevirərik. 2 vur 10 üstü mənfi 4 metrin kvadrat. Vahidləri çevirməyi biz əvvəlki dərslərimizdə izah etmişdik. Kütləsi 500 kiloqramdır, M bərabərdir 500 kiloqram. Young modulunda vermişdir bizə. Young modulumuz 2 vur 10 üstü 11 paskaldır. C də 10'dur. Bizdən mütləq uzanmanı istəyir. Mütləq uzanmamız da delta L bərabərdir sual. Mexaniki gərginlik üçün düsturu bilirik. Sigma bərabərdir F elastik bölünsün S.
Digər tərəfdən kiçik deformasiyalarda bərk cisimlər üçün Hooke qanunu, Young modulu vurulsun modulda epsilon. Epsilonumuzda nisbi uzanmadır. O da delta L böl L0'a bərabərdir. Sol tərəflər hər ikisi sigma olduğundan sağ tərəflərdə bərabərləşdiririk. Epsilonun yerinə də delta L böl L0 yazırıq. Onda F elastik bölünsün S bərabərdir. Young modulu vurulsun delta L böl L0. Məftildən asıldığı, yük məftildən asıldığı üçün deməli məftilin elastiklik qüvvəsi, məftildə yəni elastiklik qüvvəsi modulcu ağırlıq qüvvəsinə bərabərdir. Onda F elastikliyin də yerinə mc bölünsün S bərabərdir. Young modulu vurulsun delta L bölünsün L0 yazarıq. Buradan bizə delta L lazımdır. Onda yazarıq delta L bərabərdir. mc L0 surətdə vur L0 bölünsün aşağıda da S vurulsun Young modulu bərabərdir. M'imiz 500 kilogram. C'ye də vurarıq ona 5000 vurulsun başlanğıc uzunluğumuz 2. En kəsik sahəsi 2 vur 10 üstü mənfi 4. Young modulumuzda 2 vur 10 üstü 11. Hesablayaq bərabərdir. Buradan hesablayaq. İkilərimiz ixtisar gedər. Burada qalar 50 bölünsün 2 eləyər 25. Deməli oldu 25 vur. Surətdə qalar 10 üstü 2. Məxrəcdə 10 üstü mənfi 4. Bu da 10 üstü 11'dir. Bunları da vuranda eləyər 10 üstü müsbət 7. Yuxarıda qaldırsaq 10 üstü mənfi 7. Bərabərdir. 25 vurulsun 10 üstü 5. Mənfi 5'e bərabərdir. Metrlə cavabımız millimetrləndir. Onda bunu da vurarıq. 25 vur 10 üstü mənfi 5 vur 1000. Millimetre çevirməkdən ötürü 10 üstü 3 ilə də 10 üstü mənfi 5'imizi vursaq elər 10 üstü mənfi 2. 25 də 10 üstü mənfi 2'ye vursaq 0,25 millimetre cavabımız olar B variantı. Növbəti tapşırığımıza baxaq. Səthi gərilmə əmsalının səthi gərilmə qüvvəsindən asılılıq qrafikanısıdır. Səthi gərilmə əmsalı səthi gərilmə qüvvəsi bölünsün L-dir. Lakin bu mayenin növündən asılıdır. Ona görə də cavabımız olur D variantı. Səthi gərilmə əmsalı qüvvədən və sərbəst səthin uzunluğundan asılı deyil. 26-cı tapşırığa baxaq. Doğru ifadələri seçin. Elektroskopun iş prinsipi əsaslanıb. Bilirik ki, elektroskopun metal çubuğu var. Metal çubuğa metal vərəqlər bağlanmışdır. Çubuq hansı yüklə toxunma yolu ilə elektriklənirsə, vərəqlər də həmin yüklə elektriklənir və bir-birindən aralanır. Kulon qarşılıqlı təsir qüvvəsinə görə. Əks işarə yüklərin bir-birini cəzb etməsinə, bunda vərəqlər hər ikisi eyni yüklə yüklənir. Onda bir-birini dəf edirlər. 2 doğrudur. Yüklər arasındakı qarşılıqlı təsir qüvvəsinə, bəli, kulon itələmə qarşılıqlı təsir qüvvəsi var. Sürtünmə ilə elektriklənməyə xeyr, elektroskopda toxunma yolu ilə elektriklənmədir. Cavabımız olar 2 və 3 B variantımız. 27-ci tapşırığımıza baxaq. Müsbət Q yükünün bircins elektrik sahəsində hərəkətinə baxırıq. Bircins elektrik sahəsidir. Deməli, baxırıq A-dan B-yə gələndə, məsələn, bura yazarıq müsbət yük. Müsbət yükümüz olsun burada. Müsbət yükümüz. İntensivlik xətti də həmişə bilirik ki, müsbətdən mənfiyə doğrudur. Deməli, müsbət yükümüz A-dan B-yə hərəkət eləyəndə müsbət yükü təsir edən qüvvə də həmin istiqamətdə olar. Bura yazarıq F. Hərəkət istiqamətdə həmin istiqamətdə olduğundan, qüvvə ilə yer dəyişmə eyni istiqamətli olduğundan A-dan B-yə geyəndə müsbət iş görər. Deməli, müsbət iş görər. AB trayektoriyası üzrə 1'ə yazarıq A. Gəldik BC trayektoriyasına. Müsbət yükdür. Yuxarı doğru hərəkət edir, amma onun qüvvəsi mənfiyə doğrudur. Qüvvə ilə yer dəyişmə perpendikular olduğundan burada sahə iş görmür. Deməli, sahənin gördüyü iş 0'a bərabərdir.
2'yə B yazarıq. Gəldik CD hissəsinə intensiv, məsələn, müsbət yük buradadır. Qüvvəsi onun sağa doğru, yuxarıya doğru, özü isə yəni sola doğru, aşağıya doğru hərəkət edir deyə burada elektrik qüvvəsinin gördüyü iş mənfidir. Deməli, onda yükün potensial enerjisi artır. İş müsbət olanda potensial enerji azalır. Onda işimiz müsbət oldu AB'də. Potensialın azalını da oraya yazarıq, AD yazarıq. İş mənfi olanda potensial enerji artır. Burada S yazarıq. SA trayektoriyası isə hərəkət etdikdə onda mənfi iş görür. Yükün potensial enerjisi, deməli, mənfi iş görəndə yükün potensial enerjisi artır. Burada S yazarıq. Burada BS trayektoriyası üzrə iş sıfıra bərabərdir. Potensial enerji dəyişmir. Bura olur Y. A, D, B, Y, S. Baxırıq A, D, B, Y, S. Cavabımız olar A variantı. Növbəti tapşırığımıza baxaq. Gücləndikdən sonra mənbədən ayrılmış. Bu zaman yazırıq Q bərabərdir konstant. Elektrik sahəsinin intensivliyi modulunun lövhələr arasındakı məsafədən Q konstant olanda biz tutumun düsturundan S bərabərdir Q bölüdən Q konstantsa U'nu tapırıq. U bərabərdir Q bölünsün S. S'nin də yerinə müstəvi kondensatorun tutumunu epsilon 0 S böl D yazırıq. Q S'nin yerinə epsilon 0 S böl D yazırıq. Onda olar Q D aşağıda epsilon 0 S. Bu bunun gərginliyi, intensivlik lazımdır bizə. Y bərabərdir U bölünsün D'dir. U'nun yerinə Q D epsilon 0 S böl D. Onda yazarıq vur 1 böl D. D'lər ixtisar gedər. Demək, intensivlik D'dən asılı deyil. Cavabımız olar C variantı. S-dən isə tərs mütənasib asıldır. Yirmi 9-cu tapşırığımıza baxaq. Kondensatorun gərginliyinin onun yükündən asıllıq qrafiki verilmişdir. Grafikin A nöqtəsinə uyğun elektrik sahəsinin enerjisini hesablayın. Bilirik ki, elektrik sahəsinin enerjisinin düsturları SU kvadrat böl 2, Q kvadrat böl 2'si, digər 2'si, digəri isə QU böl 2'dir. Bizə bu uyğun gəlir. Q'da var, U'da var. Cavabımız joullandı. Q milli iləndir. 50 vur 10 üstü mənfi 3 Q vur gərginliyimiz də 8'dir böl 2 bərabərdir. 8'i 50'ye vuran deyirlər 400, 400'ü 2'ye bölərik 200 vurulsun 10 üstü mənfi 3. Bundan da virgülü 3 dənə qabağa aparsaq 0,2 joule. Cavabımız olar C variantı. 30-cu tapşırığa baxaq. Mis naqilin en kəsiyinin sayəsini dəyişmədən uzunluğunu 2 dəfə artırdıqda onun müqaviməti bilirik ki, rho bərabərdir R bərabərdir rho L böl S-dir. En kəsik sayəsini dəyişmirik. S sabit qalır. Uzunluğu 2 dəfə artırırıq. Buradan sürət 2 dəfə artır. Onda onun müqaviməti də 2 dəfə artar. Cavabımız olar A variantı. 31-ci tapşırığa baxaq. Verilmiş elektrik dövrəsində A1 ampermetrin göstərişi 4A olarsa, deməli yazarıq. I1 bərabərdir 4 amper. A2 ampermetrin göstərişini hesablayın. Deməli, baxırıq A1 4 amperdir. Aşağıda isə 2 ohm müqavimətə birləşdirilmişdir. Aşağıda isə 1 ohmla 3 ohm ardıcıl birləşdirilmişdir. Burada ümumi müqavimət 4 ohmdur. 4 ohmdur. Deməli, I bərabərdir U böl R yazsaq, buradakı 2 ohmla aşağıdakı ümumi 4 ohm bir-birinə paraleldir. U'lar eynidir. Onda I R'dən tərs asılıdır. R bayaq 2 idi. İndi oldu 3. 1 plus 3 4. R buradan 2 idi 4 oldusa 2 dəfə artdısa cərəyan şiddəti 2 dəfə azalır. Deməli onda
Aşağı naqildə budaqlanan dövrədə cərəyan şiddətimiz olar 2 amper. Deməli, yuxarıdan 4 amper, aşağıdan 2 amper cərəyan keçir, budaqlanan dövrədir və yenə gəlib buradan ümumi 2 plus 4, 6 amper cərəyan olar. Onda deməli, ümumi müqavimətimiz olar 6 amper. Burada qoşulan 4 ohm rezistordan da 4 ohm rezistor, ohmluq rezistor bu digər hissəyə ardıcıl qoşulduğundan orada da cərəyan şiddəti 6 amperə bərabər olar. Qapalı dövrənin faydalı iş əmsalını hesablayın. Müqavimətlər var. Faydalı iş əmsalımız bilirik ki, ETA bərabərdir. A faydalı bölünsün A tam vur 100%. Və yaxud güclə yazsaq, P faydalı bölünsün P tam vur 100%. Bərabərdir. P faydalının yerinə yazarıq. I vur U. P tamın da yerinə yazarıq. I vurulsun Y. Vur 100%. Baxırıq bizə müqavimətlərlə verilmişdir. Deməli, buradan i'lər ixtisar edər, qalar U böl Y vur 100%. Bu bir düsturumuz. Bizə müqavimətlər verildiyindən U-nun yerinə ohm qanununa yazarıq. U böl R-dən U-nun yerinə I vur R. Aşağıda elektrik hərəkət qüvvəsinin yerinə qapalı dövrə üçün ohm qanunundan Y R plus R. Onda buradan Y-nin yerinə I vurulsun R plus R. Vur 100%. R plus 2 R. Vur 100%. Onda olar R, aşağıda da R plus 2 R. Vur 100%. Bərabərdir. Burada ardıcıl birləşmədə ümumi müqavimətimiz olar 9. Aşağıda da 9 plus daxili müqavimətimizdə 1. Vur 100%. O da eləyər 9 böl 10. Eləyər 0.9. 100'ə də vursaq 90%. Cavabımız olar Y variantı. Diaqrama uyğun bəndləri müəyyən edək. Qazlar, elektrolitlər adi şəraitdə elektrik cərəyanı keçirmir. Hər ikisi adi şəraitdə elektrik cərəyanı keçirmir. Deməli, 1 olur. Adi şəraitdə elektrik cərəyanını yaxşı keçirir. Burada elektrik cərəyanı keçirmir. Qazlar bura 1 olur. Ümumi ortaya 1 olur. Adi şəraitdə elektrik cərəyanı yaxşı elektrolitlər, duz, turşu, qələvin, suda məhlulları adi şəraitdə yaxşı keçirir. Duzlu su məsələn bura yazırıq 2. Yük daşıyıcıları sərbəst elektronlardır. Sərbəst elektronlar həm qazlarda var, elektrolitlərdə müsbət və mənfi ionlardır. Sərbəst elektronlar onda yalnız olur qazlara. Yük daşıyıcıları müsbət ionlardır. Yük daşıyıcıları mənfi ionlardır. Elektrolitlərdə həm müsbət, həm mənfi ionlar var. Qazlarda da həm müsbət, həm mənfi ionlar var. Deməli, 4 ilə 5 də olur, ortada oxşar. 1, 3 olar. 1, 3, 2. Baxırıq burada 1, 3, 2, 4, 5. Cavabımız olar D variantı. Konturdan keçən maqnit seli 2 saniyə ərzində 36 mV-dən 0-a qədər azaldı. Konturun müqaviməti 6 ohm olarsa, onda yaranan induksiya cərəyan şiddətini hesablayın. I bərabərdir. Burada yazarıq. Y bölünsün R bərabərdir 1 böl R. Y'nin də yerinə elektrik hərəkət qüvvəsi delta F bölünsün delta T. Bərabərdir 1 bölünsün R'in yerinə yazarıq 6 vurulsun. Delta F'imiz 36 mV-dən 0-a qədər azalmışdır. Cavablar da milli ilə olduğundan ilə yazarıq 36 böl T'nin də yerinə 2. Bərabərdir 36'ın 6'ya bölərək 6. 6 olar burada. Burada qalar 6. 6'nı da 2'ye bölərik 3 milliamper. Cavabımız olar C variantı. 36-cı tapşırığımıza baxaq.
Bir cins maqnit sahəsinin induksiya xətlərinə perpendikular istiqamətdə daxil olan yüklü zərrəciyin sürətini artırdıqda, deməli, Lorentz qüvvəmiz F Lorentz bərabərdir modulda QVBR QBV sinus alfa. Deməli, burada daxil olan yüklü zərrəciyin sürətini artırdıqda, sürət artırsa Lorentz qüvvəsi də artır, yükə təsir edən Lorentz qüvvəsi artar, dövrətmə periodu azalar. Dövrətmə periodu və dövrətmə tezliyi bilirik ki, sürətdən, impulsdan, kinetik enerjidən və radiusdan asılı deyil. Deməli, dövrətmə periodu artar, azalar olmaz. Tezlik də artar, azalar olmaz. Yalnız bir doğrudur. Cavabımız olur A variantı. 36'ya baxaq. Hansı ifadə və ya ifadələr doğrudur? Sabit maqniti sarğaca yaxınlaşdırdıqda və uzaqlaşdırdıqda hər ikisində sarğacda induksiya cərəyanı yaranar. Bir doğrudur. Sarğac maqniti cəzb edər. Baxırıq, burada cənub qütbüdür. Yaxınlaşdırdıqda maqnit seli artırsa, induksiya cərəyanı onu azaltmağa çalışır. Onda bura S qütbüdürsə, M nöqtəsi də S qütbünə, K-da isə N qütbü olar. Sarğac maqniti cəzb edər, olmaz. Cənub bir-birini itələyir. Sarğacdan çıxan maqnit seli azalır, yox, artır. Delta F böl delta T böyükdür 0 olur. Deməli, maqnit seli artır, 4 doğru olur, bir də 1. 1 və 4 cavabımız olar B variantı. Sarğacın induktivliyini və ondan üçün cərəyan şiddətini 2 dəfə azaltdıqda maqnit sahəsinin enerjisi üçün düsturumuz L kvadrat böl 2'dir. Digəri F kvadrat böl 2L'dir. Digəri Fi böl 2'dir. İndi induktivliyi və ondan üçün cərəyan şiddətini 2 dəfə azaldır. Bura yazarıq L böl 2. Burada I böl 2'nin kvadratı. Onda olar düsturumuz L I kvadratı, aşağıda da 2 vur 4. Bu da 2 düsturun öz içisidir. Buradan fikir versə, bu düsturun özüdür. Məxrəc 8 dəfə artdı. Onda maqnit sahəsinin enerjisi 8 dəfə azalar. Cavabımız olar C variantı. Rəqs konturunda elektrik yükü bu qanunla dəyişir. Elektrik tutumu C bərabərdir 4 vur millidir. Bunu yazarıq 10 üstü mənfi 3 farad. Kondensatorun elektrik sahəsinin enerjisinin maksimal qiymətini hesablayın. Burada 0.2 də Q maksimumdur. Onda elektrik sahəsinin enerjisi üçün yazarıq Q maksimum kvadrat böl 2C. Q maksimumu 0.2'dir. Kvadratı eləyək 0,4. Aşağıda da 2 vur 4 vur 10 üstü mənfi 3. Bərabərdir. Bunu yazarıq surəti 4 vur 10 üstü mənfi 2. Mənfi 2'yi də yuxarı qaldırarıq müsbət 3. Aşağıda da 2 vur 4. 4'lərimiz ixtisar edər. 1 böl 2 eləyər 0,5 vur 10. 10 üstü mənfi 2 ilə də 3'ü vuranda 10 eləyər. O da 5 joule. Cavabımız olar A variantı. Elektromaqnit dalğası vakuumda mühitə keçərkən sürəti 2 dəfə azaldı. Bu halda bir mühit istər elektromaqnit dalğası, istər mexaniki dalğalar bir mühitdən digər mühitə keçdikdə periodla tezliyi dəyişmir. Dalğa uzunluğu da yazarıq V bərabərdir lambda nö mexaniki dalğalar üçün, elektromaqnit dalğalar üçün C bərabərdir lambda nö. Orada buradan biz sürəti 2 dəfə azalırsa, deməli buradan baxırıq dalğa uzunluğu da lambda bərabərdir C böl nödür. Nö dəyişmir. Sürət 2 dəfə azalırsa, dalğa uzunluğu da 2 dəfə azalır. 2 dəfə azalar, tezliyi dəyişməz. 2 dəfə azalar, dəyişməz. Cavabımız olar D variantı. Həmçinin bilirik ki, elektromaqnit dalğası bir mühitdən digər mühitə vakuumdan mühitə keçdikdə onun sürəti də mühitin sındırma əmsalı qədər azalır. Dalğa uzunluğu da lambdası da mühitin sındırma əmsalı qədər azalır.
40-cı tapşırığımıza baxırıq. Aktiv müqavimətli dəyişən cərəyan dövrəsində cərəyan şiddətinin zamandan asılılıq qrafiki verilmişdir. 20 ohm olarsa gərginliyin amplitud qiymətini hesablayın. Deməli yazırıq. R bərabərdir 20 ohm. Dəyişən cərəyan dövrəsidir. Burada I maksimum 4 amperdir. Gərginliyin amplitud qiymətini istəyir. Aktiv müqavimətli dövrə olduğundan I bərabərdir U bölünsün R yazarıq. Buradan U bərabərdir I vur R. İ'miz 4, R də 20. Bərabərdir 80 volt. Cavabımız olar C variantı. Bugünkü tapşırıqlarımız bu qədər. Növbəti testlərin izahını da sonraki videolarımızda izləyə bilərsiniz. Hər birinizə uğurlar.